Allahın adı ilə salam ərz edirəm əziz binəndələrimizə. Bugünkü məhəllələr bərnaməmizdə məhəllə diyələyə gəlmişik ki, istilahən diqalə yazılar. Bu Xiyaban-ı Qulistanın imtidadını idamə versək, yetişəcək məhəllə diqaləyə. Məndən həmrah olun, bu məhəlləni biləcə mərif edin. Bu məntəqəni ki, görürsünüz, mən əyləşmişəm burada. Qəbristan-ı qədimi və Qəbristan-ı cədid Rustay deyilə ki, indi olubdur cüzviyyət şəhər və şəhərə ki, Qulistandır dər həqiqət. Bu məhəllənin bir tarixçəsi vardı ki, mən burada 3 qismətə bölmüşəm və 3 qismətdə də ərz edirəm. Əvvəl bu deyilə ki, kullən sədr İslamda məşhur imiş. Güya bunun Həmcəvar kəndi ki, burada sədəqədir. Sədəqət İbn Əli ki, deyləməyən zamanı özünə görə bir fərmanrava idi. Gəlir, həmlə edir ki, Urumiyəni fəth eləyə. Bu məntəqədə şəhid olur, orada dəfn edirlər ki, həmən Rustay sədəqə olur. İlləti də bu idi ki, bu deyələrlə bu ərəblərin qabağında dururlar. Ona görə buranın adı olur Dihqala. Yəni dih durublar, ustuvar durublar bu məntəqədə şəhər Urumiyədən difə ediblər. O tarixçi sədr İslamdır. Əziz binəndələr, bu məkan ki görürsünüz, mən durmuşam. Mədrəsə qədimi diqalərdir. O cür ki, tablosunda görüşür, 1311-də bu mədrəsəni yazıblar təsisin. Vəli mən bu əhali möhtərəmi bu məhəllədən soruşdum. Deyirlər ki, bu tarixdə ehtimal verir bu mədrəsə düzəlməyibdir və vəli bunun o əşya tərəfində evlərin içərisini icarə edirlər. Mədrəsə ünvanında və qoymurlar uşaqlar təhsildən dalı qalır. Bu görsədir ki, buranın bu kəndin, qədimki kəndidir, əzrahaz fərhəngi dalı qalmayıblar. Və cüzv qədimi tərin asar bu Rustadır deyirlər. Dəbistan-ı Əscedi diqalədir. Bunların əksərən şöhrətləri mən görürəm, burada Əscedidir. Ehtimal var bir dənə tayfalıdır ki, burada müstəqərr olublar və cəmiyyətləri çoxalıb, şöhrətləri Əscedi ilə burada vardılar əksərən. Mədrəsə indi qabil istifadə deyilir və bunun qırağında ilə həyətində bir ayrı mədrəsə düzəldiblər. Əz bu həmvətənlər burada uşaqları o mədrəsədə təhsil edirik. Mən Əvəz Aqummədiyyəm, mütəvəllidim 1345-əm. 1352-dən bu mədrəsədə dərs oxumuşam. Bu mədrəsədə bu halətdə deyildi. Bu saxtamanıdır, 3 klasıdır hamısına. Bu saxtamandan sonra düzəlib. Həyətdə ki, kamilən xakidir, beduni divar idi bura. Elə gəlirdik, gedirdik fəqət. O tərəf cavizlik idi, qabağı cavizlik idi. Məxərə bura çöldür elə. Amma ikinci tarixdə ki, bu məhəllənin adı gəlibdir, gedir Dövrə Zəndiyə. O zaman ki, Kərimxan Zənd hökumətə istirgəyir ki, hələ kulli İranı eləyənməyib təsahüb olan, məxsusən Urumiyə, özünüz bilirsiniz ki, onlar ki, tarixdandılar. Kərimxan əslən tacquzarısı bizim şəhərdə olubdur. Bir müddəti 3 ay əvvəlin fərman rəvalığı bizim şəhərdə olubdur. Bu bənan ki, bizim Kərimxan gələ şəhərələ, əvvəl bu kətdə müstəqərr olur. Yəni, dihqalarlar bunun sərbazlarından pəzirayı ilə bu müddəti 9 ay ki, şəhəri ta alalar və o zaman da hakimi şəhər Fətəli xan idi. Fətəli xan Ərəşlu ki, cüzü sərdaran-ı buzurca əfşardılar. Nadir Şah fot eləyəndən sonra ki, öldürdülər. Bunun neçə dənə
fərmandehan nizamisi ki, elə biri Kərimxan Zəndir, biri Məhmud Əfxandır, bu tərəfdən Həsən xan Qacardır və Fətəli xan Ərəşludurlar ki, bunlar hərəsi dağılırlar, bir məntəqəni özlərinə sahib çıxırlar. Fətəli xan da Urumiyəli idi, Urumiyədə sakin olur və Urumiyə və Azərbaycan Təbrizəcən hökmranlıq edir. Kərimxan istəyir ki, hələ bunu ala, bu məntəqədə özünü müstəqər edilir bu diyələr və diyələrlə bilələrini köməklik edir. Bu tarixçi Zəndiyədir.